Sənin hər nəyin var, qəbirdən çöldə qalacaq. 10 dənə evin var, hamısı qalacaq qəbirdən çöldə. 5 dənə maşının var, hamısı qəbirdən çöldə qalacaq. Vəzifən var idi, o da qalacaq qəbirdən çöldə. Yaxşı pullu dostların var idi, o da qalacaq qəbirdən çöldə. Nəyin var sənin? O hamısı öləndə səni qoyacaqlar o qəbrin içinə. O qəbrin çölündə qalacaq onların hamısı. Amma hər kəsin ki əxlaqı var, hər kəsin ki təqvası var, hər kəsin ki iffəti var. Bunlar hamısı onunla birgə gedəcək hamısı qəbrə. Ona görə çalışma ki, bir dənə maşının var, özünü dağa, daşa vurursan, onu 2 dənə eləyəcək. Eləsən nə olacaq? Öləcəksən, səndən sonra kimsə sürüb onu pis günə xarab eləyəcək. 5 dənə evin var, ömrünü buna sərf elədin. Öləcəksən, səndən sonra paylayacaqlar, birini ona, birini buna, satacaqlar, xərcləyəcəklər, qutarıb çıxıb gedəcək. Ömrünü təqva üçün xərclə, iman üçün xərclə, iffət üçün xərclə. O şeylər üçün ki, səninlə bir yerdə gəlib qəbrə daxil olacaqlar.